sizin sırf özünüzə məxsus Elxan Şirinov tərzi var. Evet. Və sanki o mahnılar da sırf sizin səsinizə yazılmış mahnılardır. Mən belə düşünürəm. Sizin kimi sizin mahnıları ifa edən yoxdur. Sizin bildiyiniz, yəni bəyəndiyiniz varmı sizin mahnıları kiminsə ifasında? Bəyəndiyiniz? Bir-iki nəfər bəyəndiyim adamlar var, yəni xoşum gələn adamlar var və təzə başlayanlardan da var. Bunların hamısını birləşdirən yalnız o cəhətdir ki, duyğusal olmaq, siz çox gözəl vurğuladınız əvvəl. Duyğusal olmaq, eyni zamanda dərinliklərə baş vurmağı bacarmaq, dərinə getməyə bacarmaq və yaxud da hər hansı bir prinsipdə, hər hansı bir ideyada ya əlçatmaz bir yerə qalxmaq və yaxud da o dərinliyə baş vurmaq. Mənə elə gəlir ki, əmək salan insanlar həm də çox vaxtı mən emosiyadan danışanda, mən çox vaxtı Allaha yalvarıram ki, mənim heç olmasa emosiyalarım anında mənim ağlıma söykənsin. Ağlıma söykənsə, mən artıq özümü itirmərəm. Amma musiqidə və yaxud da emosiyada elə cəhətlər var ki, əgər insan hazırlıqlı olmasa, əgər insan müxtəlif çətinliklər görməsə, heç bir o cəhətlər var ki, o şeylərə rast gəlməsə, onun üçün biraz çətin olar. Çətin olar. Emosiyadan can qurtarmaq və yaxud da musiqinin özündə də və yaxud da mən deyərdim ki, emosiyanın, bəs ona görə dedim ki, ağla söykənmiş emosiya olsa, gözəllik yaranır, onda gözəl səs yanır. Amma mən fikirləşirəm ki, bu mahnı mənim ürəyimi, belə deyək də, çox mənim ürəyimcədir. Bu mənəm. Mən bunu oxusam, mən öz dərdimi ishar eləyə bilərəm, öz dərdimi bildirəm. Ruhum biraz yüngülləşir, azad olur. Ruhum yüngülləşər və yaxud da o fikirlərdən biraz azad olaram.